Salam hörmətli tamaşaçılar, Umud Bulut edirik ki, işləriniz qaydasındadır. Bugün yenə də var arxası verilişindəyik və burada biz tək deyilik. Burada deməli sağ tərəfdəki Əbdül Exo ver. İdman TV tarixinin yeganə insanıdır ki, canlı efirdə çıxanda budilniki dayanmadan çalan insan. Eşq olsun. Eşq olsun. Çox sağ ol, minnətdarım. Sol tərəfdə Bavariya bütün çalan budilnikləri salam bildirirəm. Orada ne? O söndürərdin də bura. Zaman başı fikirləşdi ki, zəng idi o. Sol tərəfdə isə Bavariya Futbol Klubunun ehtiyatda olan qanın bütün oğrayan və ondan sonra onlara ancaq qansız deyən Fərmandır. Hamını salamlayıram. Və siz deyəcəksiniz ki, Elvin, sən yenə də başlayırsan bu verilişi. Çünki Juventus qələbə seriyasını davam etdirir. Artıq 2 oyundurdu ki, Juventus məğlub olmur. Məğlub olmur, qələbələrini sıralayır. Bodoglin, Pafos, növbəti kimdir orada? Bilməm, Bate. Bate gəlsin. Bate yox, Bate. Inter gəlsin bilən. Çünki Bate ilə neçə eləmişdi o vaxtı yadımdadır. Yadaş bu 8-9 mövsüm. Ay, sağ getdir yalutduq. Şeydir. Real udurmayan qalıb. 9-a başlayan hər kəs biz odur da. Belə təxminlərimiz var idi. Ümid edirik ki, onlara baxmırdınız. Çünki Xahiş edirəm. Məndə 2 oyundan başqa hamısı gəldi, daha ikisində dəqiq şot. Təxminlərimin üzünə tüpürə bilərəm. Gördüyün işin içində. Nəysə, nədən başlayaq? Adət ənənəyə sadiq qalaraq, yəni ənənə sözünə də ənənəyə sadiq qalaraq fikirləşirəm ki, Türkiyə blokla başlaya bilər. Hansı bir avırçılığa benzir başlayaq? Gəl Monaco Galatasaraydan başlayaq. Başla qardaşım. 1-0. Vəsə bu qədər. 1-0 əla. 1-0 əla, amma əslində olanda 8-9-0 ola bilərdi. Belə birinci 8-1 Gündoğanın momenti. Gündoğanın momenti var idi. Birinci taymda pis deyildi Galatasaray. İkinci taymda Monaco'nun içinə elə bir Bavariya girdi. Bavariyada başladı qan eləməyə də prosta oyunda. Axırıncı dəfə bu 41-ci ildə olub. Monaco içinə Bavariya girib. 42 deyə bura. 42 idi olub. 42 razmet girmişdi. Mən köynəmliyə girmişəm. Çünki buna qansızdı da burada. Ona vecinə deyir ki. Ona görə qara rəngdədir. Doğrudan da elə bir penal vurmadı. Sən özünə bax, salat giyinmisən, nə giyinmisən bu? Qəşəng oldu. Mən Interə qarşıyam axı 5-2. Denən də bu. Futbolçularda da belə dekar. Sadəcə Interə qarşı 5-2 və Interə növbəti oyun səhv eləmirəmsə Borussia iləndir da, yoxsa ondan sonra ola bilər, nə bilim. Bu bütün Fərman tərəfindən bütün etirazkeşlərin subliminal mesajı idi. Bəli. Amma biz Monaco Galatasarayla ancaq onu demək istəyirik ki, Monaco gəlib Galatasaraya çatdı artıq hallarda. Mən orada deyə bilərəm ki, Galatasarayın bəxti gətirdi. Doğrudan da bəxti gətirdi ki, oyun 3-4-0 bitmədi. Mən onlara o komanda şarlatan deyirəm. Hər kəsə çaşdırır. Monaco. Robin Hood da zəiflərə xalları paylayır. Belə deyək də, Galatasaray hardasa orta və güclü klub sayılır da. Nəyə güclü demək, ortada yəni. PSG güclüdür. Bəli, çox sağ Çox sağ Galatasaray keşlər fikrincə Galatasaray çox bomba klubdur. Partiyar birdən yavaş. Yox. O zarafata axınca 7-ci sinifdə eləmişsən də yəni. Mən məktəbdə oxumuşam. Uşaqlar, sizin həqiqətən yəni Galatasaray deyəcək o qədər şey var ki, heç nə demək istəmirik. Galatasaray yaxşı da o dəfə Juliansla dedik ki, Osimhen bəy oldu. İndi nə deyəsən? Heç nə deyə bilmirəm. İndi kim yox idi. Prosta mən demişdim, öz təxminimə opravdanya gətirirəm də. Başa düşdüm. Mən 1-2 demişdim. O Galatasaray udacaq, nəsə tutuzdurmamışam. Bu dəfə nə dedin sən? Bu dəfə nə dedin? 1-2 dedim də Qalatasarayın qələbəsi. Mən üçün sən 1-1 dedim. Mən bir tərəfi tapıram da ancaq ikinci tərəfi tapa bilmirəm. Yox, bir tərəfi. Nə dedin? Monaco 2-1. Təbii ki. Qardaşım, yəni 1-0 əladır bura. 1-0 əla. Mən keçmək istəmirəm növbəti oyuna. Amma keçməli idi məcbur burada. Mən dünən bir dənə fikrə gəldim ki, o oyuna baxa-baxa. Biz nəsə nə qədər acınacaqlı olmasa da Qarabağa çox inandıq. Çünki Ajax nə qədər pis, bərbad və s. olsa belə səviyyə fərqini görsün. Yox. Yaprağı da yox. Orada səviyyə fərqi yox idi. Baxın, Bilbao oyunundan sonra da demişdim ki, o uduzandan sonraki bəzi azarkeşlər deməsin ki, nə oldu uduzduz. Həqiqətən ki, çox oldu. O söhbəti dedim. Sadəcə olaraq əgər Qarabağ bizi bu qələbələrə, bu yerlərə öyrəşdirirsə,
Yəni Chelsea ilə də 2-2 oynayırsan. Hələ oyunu udada bilərsən. Möhtəşəm oyun göstərirsən qardaşım. Sən gəlirsən Ajax-la oyunda 2-1 özə 2-1 demişdim. 2-1-də götürüb Nərmanı salırsan. Və Nərman çıxmasaydı özümə bomba da gedirdi hər şey. Qarabağa hamı 3-0 demişdi. Yəni Qurban və hörmətimiz böyükdür. Əlbəttə ki, deyə bilmərik ki, mən ona Spalletti gözü ilə baxmıram ki, mən ondan yaxşı bilirəm. Sadəcə olaraq, yəni onsuz da bu Nərmanın üstündə təzyiq çoxdur da, yəni. 207, Bura, 190. bu momentdə buraxma da onu da məncə də. Yəni bunu heç olmasa nə bilim, biraz üstün 3-0-da, 2-0-da zətdə burax ki, o da vursun. Ondan sonra bir görürsən ki, sən ya bir balaca adam ürəyi də ağrıyır Nərmana. Neynəsi? Vursun. Vursun, gol. Məncə başqa şeydir. Hə. Sözün yaxşı mənasında mən belə bir şey deyəcəm. İndi mən bəlkə səhv başa düşəcəksən, amma çalışın düz başa düşün. Qarabağa nə oldusa elə yaxşı oldu. Nəyə görə deyirəm? Bu gec-tez partlamalı idi. Sadəcə biz hamımız gözləyirdik ki, biraz gec partlayar. Çünki Çempionlar Liqasının mövsümü həqiqətən yaxşı başlamışdılar. Qardaş, yayda hücumçu almalıyız. Yox, yoruldu əsas oyunçun, hücumçun. Kimisə buraxmalısan da meydanın Musanı üstünə. niyə buraxmır ki? Yox, arkadaş, Musa nədir? Nərmandan ki yaxşı olacaq. Qardaşım, Çempionlar Liqasında oynayan komandanın və artıq neçə qat Azərbaycan çempionunun Mən hücumunda Musa Qurbanlı, Ramil Şeydayev və Nəriman Axundzadə oynayır. Mən sənə tamamilə razıyam. Görürsən hansını start heyətə buraxma. Heç birini buraxma. 2-1-dir, Burak Lojni Zviatka ilə oyna. Qardaşım, Lurşu da Çemdə Nərmanda. 2 milyona Juninho gəlirdi. Niyə O heç Chelsea deyirsən. Chelsea o klubdur ki, getdi Arsenal deyirəm, Barcelona 3-0 utdu. Arsenal 1-1 oynadı və Litsə gəldi ucuzdu da. O klub Qarabağdan 2-2 oynamağı heç təcrübəli deyildi. Ondan bilmək olmur nə gözləyirsən. Yox, sadəcə Qurban bu heyəti hansı ki, mən fikirləşirəm ki, mən əvvəldən də demişəm, bəli, biraz overperformans göstərdilər. Nə qədər daşıma idi? Yarım müdafiə. Nə qədər daşıma idi bu heyəti? Mən indi çox problem yoxdur. O Realdan Ancelotti kimi heç kim almırdılar. Problem yoxdur. Bir şey fikirləşərək gedib yarım müdafiə dünən konkret desənə. Kajin yeri görsənirdi. Kajinin yeri və 2 dənə qol oldu. Biri Bəhlul və Medina belə deyək də deşiyindən keçdi. Qardaş, sənə oyunçu gəlir, yan hücumçu indi oyunçular sən demişkən də Ajax-a bu dəqiqə 3-4 də oyunçu tanıyarıq, heç tanımarıq da. Yaponiya zaten ekonomata da nə bilim kimi idi. Gəlir üstüvə, okey desən demirəm, heç də düz eləmə. Prosta o dizin belə aşağı salıb ayağını fırlar. O niyə elə? Bəhlulu deyirsən. Mən Bəhlulu Medinada ikinci golda eyni şey elədi. Prosta dur qabağındadır. O top səni dəyib qayıdacaqdı. Prosta Medina'ya mən söz deyə bilmərəm. Hə, dünən çox həmin oyun Medina yazıq hücuma da gedirdi də, yəni. Cəfər Quliyev yorulub. Qardaş 75-ci dəqiqəyə qədər mən heç kimə heç söz deyə bilmərəm. Yo, yorulub da qardaş. Həqiqətən. Görsənir ki, Elvin çox yorulmuşdu. Ya yorulmuşdu, mən baxamıram. Vurur deyə krayda. Medina nəyi tutsun, özünü tutsun, böyrdəkini tutsun, qabaqdakını tutsun. Yazıq nə etsin də? Mən hələn bu insanın 32 yaşı var, o birislərin 25-28 yaşları var. Adday o qədər heç tərpənmirdi məsəl üçün. Adday passız oynayır, dəhşət passız oynayır. Adday o dəfə demişdim. Sən deyirsən təkrarla. Adday da blində sağ yenə boş idi. Adday da. Növbəti oyunlar indi 26-cı ildə olacaq. Bildiyimiz kimi son 2 turu yanvara saxlayıblar. Evdə Eintracht və Səmədə Liverpool. Nə qədər acanacaqlı olsa da mən bir xal dünənki zarafatsız bir xal. Yox, dünənki Qarabağla mən 0 xal gözləyirəm ki oyuna. Yox, dərd orasıdır ki, oyunu çox qəşəng aparırdılar. Əvvəlin hə. Bilməm. Həm də psixoloji problem var. 2-2-də bunlar elə bildilər ki, vəsə udzuruq biz. 2-2-də elə oyun qabaqdır. Sırazu söndülər. Biraz adam bilsən istəmir də, yəni Ajax ən zəif komanda idi da bu çempionat. Yəni sən Benfica comeback verən adamsan da, yəni mən istəmirəm. Chelsea-dən başqa kimə qol vurur və Chelsea penaldan vurmuşdu qolu. Tonus yoxdur. 4 dənə qol vurdu. Mən həmişə dedim ki, Qarabağ əgər Premyer Liqada onu yaxşı tonus, yaxşı cavab verə biləcək rəqiblə oynamırsa, Avropada biraz o tonus sağlamaq qeyri yəni mümkündür. Qardaşım bunlar da insandır da. 2 dəfə Karvan oynayıb sonra Ajax-dan. Hər bir halda olur. Burak Karvan indi Ajax-dan bir gücdədir. Yəni davay bu da. Ajax o da öldü. Yəni mən yandıran odur ki, Ajax o da öldü indi. Yəni Ajax-a da yox da. O okey də çempionat liqa çempionu başlayandan bir dənə Kopenhagen olub, qalan oyunla uduzub neçə eləsəydilər, mən orada bir söz deməzdim. Deyim, bu ətə patoloq da yəni. Biz bunu amma bizi bunu öyrəşdirəndən sonra bir balaca belə gəlib Ajax-a eləməyi mən biraz. Yəni bunu biz Chelsea-dən 2-4 uduzsaydıq, mən elə də yandırmazdım məsələn. Sadəcə məqamla ibarətdir ki, elə Çempionlar Liqası ona görə tanınmış və ən möhtəşəm yarışdır ki, klub futbolunda. İstənilən rəqib gəlib sənə Şerif gəlib Real ola bilər səfərdə. Yəni gözləməyin də Ajax-da da nə qədər olsa onlar da sonda Real gedir Juventus-a. Olsun.
İlk xallarını ən azından qazanmaq istəyirlər. Qarabağa yenə də uğurlar arzulayır. Biz ehtimalımızın deməyin mənası yoxdur. Biz hamımız 3-0 demişdik qələbiyyət. Mənim tırkımı 70. Olsa da Mən yenə 2-0 eləyim. demişdim, nəsə alınmadı o da. Alınmadı. Gəlin fürsətdən istifadə eləyərək uğurlar arzulayaq. Uğurlar əlbəttə ki, yenə də inanırıq ki 24-lük şans var. Şans var. Azalsa da şans var və düşməliyik. Bir mənalı şəkildə düşməliyik. Vaxt itirmədən keçək növbəti blokumuza. Gəlin keçək ikinci blokumuza, orta bloka və Juventus Pafs oyunundan başlayaq. Elvin, Juventus necə oldu ki, udmağa başladı? Mənə gülməli gəlir bir balaca. Niyə ki? Səbəbini bilmirik çünki. Səbəbi odur ki, biz yolumuzu azmışdıq, amma biz Yollar Az şirkətinin video registratorlarını istifadə edirik. Hamıya da məsləhət görür və qələbələrə ancaq Yollar Azla biz davam etmək istəyirik. Yox, olmaz. Çünki siz də udmağa başlayacaqsınız. Bu da mənə lazım da. Yaxşı, maşına vuracam, ver baxaq görək. Baxaq da çox. Gəl sənin də maşını. Mənə göstərin. O iki tərəflidir o. İki tərəflidir. Biri yolu çəkir, biri konkretlə sərnişini çək. Siqaret çəkir. Əsas sərnişinləri çəkməlidir. Sərnişinlər nə qəşəng. Necə Elvin maşını sürür, Juventus durub. Yaxşı, bununla necə qazana bilərəm? Çox rahat. Qazanmaq üçün isə sadəcə Yollar Az Instagramdan müraciət edirsiniz, direktinə öz maşın nömrənizi və öz şəxsi nömrənizi yazırsınız və 30 dekabrda Yollar Az şirkəti 10 izləyicisinə belə möhtəşəm video registrator hədiyyə edəcək. Kstati mən də sıxıram. Mən də bir real fanat olaraq istəyirəm ki, udum ki onu Biri kanalda mənlikdir düz yola çıxsın. Biri mənlikdir, bəlkə Realla düzgün yola gəlir. Sən yolvazmı yenə? Almayacam da. Real hazır. Mən normal. Hə, Elvin, danış görün bu möhtəşəm promo rolikdən sonra biz Olmadı da bu lent. utduq da brat, yəni Pafosdur da, yəni Fərmanın sifəti olan komandadır da brat. Mən o Dəqiq hesab 2-0. David Luiz'in döşündə öz sifəti neçə yazdı. o nə sözdür, zaman uşaqlar baxır bizə. Ay, dekaltədə oturub ala oyunda. Məncə Juventus Pafso ilə Elvindən başqa heç kim baxmadı da. Özəki internetdən baxırdı. Mən şəxsən bütün qollara baxmışam. İnternetdən baxırdı. Əlsiz danışmayın. Xahiş edirəm, gol vuranda Juventus dimi. 2 saniyə keçmədi, dostumuz belə Juventus vurdu. Məncə Fərman sıxıldı. 4 dəqiqə gecikən video ilə baxırdı da. Niyə? Heç kəs göstərmirdi də. Ya Abdul Selçuk babiyətdə belə xahiş edirəm dimi. Belə Juventus vurdu, gözlü bir damleni gəlir də, başa düşdü bu Çempionlar Liqasının tətbiqi qalıb. O da 2 gündən sonra gəlir də qolda. Başa düşsə, qolu atmen eləyib də azad edib. O hələ gəlir ki, hələ qoldur. O belə gəlib də mən gözləyib görürsən nə vaxt vurdu. Məncə sən yəni top Miretti də daxı qol ola bilməz. Sən mən şikayətimi bildirmək istəyirəm birbaşa sənə. Soruş niyə? Niyə? Qapçı kim idi o həmin oyunda? De Gregorio. Mən niyə Zamerdə saxladım? Bax Zomerə qoydum ilk gündə 3 xal yığdı. Və məndə Zamerdə De Gregorio'dur. Mən yadımda sən dedim ki, Perin oynayır artıq start edirdim. Amma De Gregorio oynayacaq. 3 xalda da, yəni bərəkət 3 xalda. Görürəm sən oynamış ki 7 xal yığıb. Qardaşım 2 oyun Perini qoydular. Gördülər ki, eyni nəcizdir. Ona görə götürdülər, onu dəyişdilər, təzədən De Gregorio qoydular. Uşaqlar, qapınızda De Gregorio varsa saxlayın, elə o qalsın. Qapını bağlı saxlayın. Aha. De Gregorio kimi. Təxminləriniz nə idi sizin? Məndə 3-0. Mən gözdə topum gözüm. Juventus 2-1. Yaxınlaşdıq da axır ki. Bu gün partladıram da. Artdadıram mən 2-0. Neçə manat atmışdın? 1 manat 50 qəpik. Raskaşel olsa. Dönərin pulu getdi. Nətər oldu ki, elə oldu ki, yəni rəqiblərə görə oldu da. Yəni mən başa düşdüm. Yəni Nə burada nədir? Pafosda da udmuyor. Ondan sonra nə idi orada? Barcelona, Frankfurt. Eintracht. Frankfurt yoxsa Eintracht? Eintracht Frankfurt. Mən gözləmirdim ki, Barcelona əziyyət çəkəcək, nə yalan deyim. Amma Barcelona əziyyət çəkdi. Doğrudan mən 3-0 rahat qələbə dedim. 5-1 demişəm mən. 4-0 mən demişəm. Hamımızdan yaxın mən idim də Yüngün. Hamımızdan yaxın Jülkündə idi. 2 dənə qol vurdu. Bir vəziyyət var ki, mənim xoşuma gəlmir. Barcelona artıq xallarda yavaş-yavaş Reala çatır. Sən də dərdin belə tək Barcelona. Mənim xoşuma gəlməyən bir məqamdır. Yox, mən üstün konuş. Rəqibim deyil La Liqada. Oyda bir də əlavə oynanasın. Jülkündə niyə salmamışdın səs sala? Mən nə bilim, qaqam bir bombardirdir. Mən sizə kimi salmışdım. Ferran Torres. Ayda. Bir dəfə güvəndim sənə. Ömrümdə ilk dəfə də fantasy. Sənin də üstünə qar yağdı zaten. Yəni mən 6 il də fantasy oynayıram. Messi heyətə heç vaxt salmamışam, prinsipial. Suarez salmamışam. İlk dəfə Barcelona oyuncusunu saldım. O da Ferran Torres. O da gəldi mənə Ferranlardı. O da senin tırkasına getdin ha. Celta ilə kimin oynayırdılar? Hat-trick eləmişdin. Betis. Topu Betis. Prosta ki, bu Frankfurtda başda döndüyüm yer 6-0 Leipzig uduzur.
Ona görə demişdiniz 5-1 müdafiə yox idi. Gəldi. Belə deyir, rahatçılıq. Rahat yox. Mən bilməzdim ki, oyunun axırında Barselona müdafiə oturacaq və oyunu sıxacaq ki, 2-1 udum da. Səncə ayla. Bir dənə 2-1 eləyim gedim meşəyə. Sadəcə Barselona Eintracht oyununda həmişə azarkeşlərlə bağlı hansı highlight olmalıdır. Keçən dəfə stadionu bürümüşdülər, bükmüşdülər ağ rəngə. İndi görmüsünüz də akvariumda saxlayıblar onları. Hansı bağlı yerdə, şüşəli yerdə, oradan qışqırırlar. Hə, bağlı yerdə. Yəni qonaq komandanı niyə bunu Zoopark idi da bura. Yəni zoopark idi, orada qışqırırlar belə. Şüşə orada tapdın sən stadionu. Barselona müdafiəsi vəziyyətinə görür, baxıb Patı adam tapmışdı. mən Barselona müdafiə vəziyyətinə baxıb Realın vəziyyətinə şükür eləyirəm. Barselona vəziyyətinə Bəli, müdafiəsini. Müdafiə Bilirsən nə üçün? Qardaşım Barselona'ya baxıb mən də Viləşin zaşitasına şükür eləyərəm. Məsələn, əsasən Barselona zaşitası. Nə vaxtsa Viləş Nə vaxtsa Viləş qayıdacaq. Skvayznyap. Make Viləş great again. Viləşin prezidenti də tapıb mənə heç nə istəmir. Necə Elvin, mən də səni dəstəkləyirəm. Ehtimallara qalanda 3-0 mən olmaz. demişdim. Eskiden klubu bərpa eləmək istəyirəm. Olmaz. Mən 5-1 demişdim. Mən Padvayt söz danışır deyirsən. Yox, dedim mən. Hə, dedin hə. Mən Padvayt elədi Barcelona. Yox, belə baxanda qələbəsini demişdik də. Bir Real fanatı niyə Barselona Padvayt eləsin? Yəni Padvayt edən komandalardan keçmişkən. Siz Eintracht sən nə demişdin? 4-0. Padvayt demişkən sizə Chelsea Atalanta. Atalanta Chelsea. bir dəqiq hesab 2-1. Sən demirsən, mövzələnmə. Ay yalandan yazır bu Bu gedib dəqiqə aç vizyonu bax. Mən prosta sadəcə olaraq Otur baxır axtar. dedim ki 2-1 Atalanta uduzmayacaq bu oyunu. gedək baxaq. Mən Baxarsın. sadəcə Johnny Depp kimi öz kinolarıma baxmıram, mən də podkastlarıma baxıram. Gəlin baxın bu yalan. yeddi dənə Yalandan profilim basır var. brat. Avropada top 3 oyunçu var ki, bu Biri mənəm. Bu biridir biri heç. Digərisi Digərisi Gregorio. O 3 oyunçudan, o üçüncüdən nə fərqlənir qalanlardan? Yox, üçüncüsü də ki Rodrigo'dur City-yə qarşı. Öyle bir şey olur. Zidane, Cristiano, Messi. Üçü də bu mövsüm 2 oyunda 10 xal toplayıb. 10 xal toplayıb ən yüksək. Biri Deketelarıdır. Çünki partlayış oyuncusu çox xoşuma gəlir. Digər ikisi kimdir sizcə? Ha, Belgiya. Digər ikisi kimdir sizcə? Şey, Osimhen. Bilmirəm niyə prosta bu dedim də elə bir. Yox, İki variantım var. Səncə? Atalanta Chelsea haqqında danışırsa, Chelsea-də kim var? Lukman, Yo, digər iki, Atalanta Chelsea adəti Mbappé, Biri o. Və biri Kane. Holland. Yəni Deketeları bu məqamda Mbappé ilə Holland'ı bir yeçinglər də. Yəni Deketeları nə alacaq bu Mbappé? Deketalandın özünün adını da görmə. Deketeları. Özünün heç xəbəri var ordadır. Ağam 1-0 qabaqdadır. Deketeları. Amma ki At pis neydi? oyunçudur. Nihat kahveci. Nihat kahveci. İbrahimzadə Elvin. Deketelar. Nə ola bilər ki, futbolda İbrahimzadə. Deketelara deyir yoxsa Alessandro Del Piero? No, Alessandro. Məncə Del Piero deyər. 2 dənə şapalağa ya. Dan. Necə ki Juventus pafası oldu da. Ay sağ. Qəşəng. Yenə də Chelsea başına döndü. Mən Chelsea başa bilmirəm. düşmürəm. Qardaş, mən başa düşmürəm. Chelsea Premier Liqada elədi. Yəni Liverpoola qarşı sıxılır, Arsenal qarşı sıxılır, bütün gücünü qoyur. Gedir kiməsə oldu. Sunderland. Bournemouthla 0-0 oynadı. 0-0 da Sunderland top 6-da 7-də gedir, amma yenə də yəni Yenə də Sunderland'dır da yəni. Bournemouth Liverpoolda udanmadı. 0-0 oynuyor və XG 2 idi Bournemouthda. Başa düşürsə Chelsea-ni döyürdülər də. Məsələn, məğlubiyyət Chelsea nə uğrunda mübarizə? Chelsea 13-cü yerdədir. 13-cü yerdə 10 xalı var. 2 Mən dənə demişdim qələbə. 10 xal olanları 2 qələbə qardaş deyə bilirsək. Solunu düşə bilər də Chelsea. Nə var ki? Amma ki belə baxanda Atalanta Paladino qayıtdı. Verona Allah canı sağ eləsin ucuzdu 3-1 gəldi Chelsea-ni utdu. Bu elə bir bu da Chelsea-nin yolun gedir də hardasa. Yox, bu götürdü uduzdu ki, özünü Chelsea kimi aparsın. Lantan atası qayıtdı yoxsa? Ha, qayıtdı. Bir mənalı şəkildə. Atalanta. Prosta hələ ki ailəyə baxmır. Prosta qayıdıb. Hələ 5-ci yerdədir. 5-ci yerdədir. 2-1 Gəzir. Məsələn sən o. Nə vaxt qalxdılar ora? Yox, mən keçdi və şoka deyildim. Atalanta Bitcoin deyir. Riski qalxır. Yox, mən ondan şoka düşmüşdüm ki 10-cu yerdədirlər. İndi baxıyorum ümumiyyətlə 5-ci yerdədirlər. Yəni bir də odub biriyə qalxa. Birə qalxa bilməyəcək. İkiyə qalxa bilərlər. İkiyə okey. Amma bil inanmıram. Gəlin sadəcə nəzər. Bavariya var axı orada. Bavariya olacaq, Brügge olacaq birinci. Arsenal. Kimlə oynayır Atalanta? Bilin, həqiqətən. Parma ilə. Yıxa bilər o, yıxa bilər. Kimlə oynayır ki? Atalanta evdə Bilbao-nu oynayır. Səfədə Union Saint-Gilloise-la. Easy. Easy, hə. Easy. Normal. Biz belə dediksə bura 2 oyunda da Atalanta uduzsa. evi yıxıldı. Yox, həqiqətən, yəni tam olaraq adamlar keçən il kim belə oynamışdı? Aston Villa. Axır gəldi 3-ə çıxdı. Sən bir veriş dedin Aston Villa. Aston Villa. Chelsea isə səfərdə yox,
Gözdə sekundçu qoy. Səfərdə Napoli, evdə Pafos. Çıxdı da nəsə də Napolini də udacaqlar. Pafosdan 0-0 oynasa təcrübələnir. Hə, bax Napolini 5-0 udub, gəlib Pafosda 0-1 udsa, 1-0 udsa da təcrübələnir. Yaxşı, gəlin orta bloku yekunlaşdıraq. Mən ehtimalım 0-2 Chelsea idi. Məndə 2-2 idi. Sən yenə də tapdın. Sən bilirsiniz indi kimə qulaq asmaq lazımdır da, indi söhbət eləmək. Əlbəttə ki, keçən 7 podkastda heç bir düzgün ehtimal verməyən Fərmana qulaq asmaq lazımdır. Biz isə keçirik bizim top blokumuza. Keçək əsas blokumuza. Burada biz Fərman qardaşım, biz sən necədir? İndi İtaliyada bir dənə Inter normal var. komanda, keyfiyyətli normal komanda varsa, o da Inter'dir. Bilirsən də siz. 6-cı yerdə Çempionlar Liqasına gedən və Juventus o 6-cı yeri bu mövsümdə heç İtaliya çempionatını görməyən Inter'dir. Bəli. 2 veriliş bundan əvvəl demişdim ki, Inter 12 xal yığdı, 12 xalda qalacaq. Hələ ki sözüm düz gəlir də. Qalmayacaq. Niyə qalmır? Inter qalmayacaq. Nə deyirsən bu Inter sevdanı? Dinlə də məndə. Nə olub be? Qardaş Inter həqiqətən İtaliyada ən keyfiyyətli. Ado, yoxdur. Abdul bir dənə sualım Playoffda baxacağam da görəcəm yəni. Playoff'a bir çıxsınlar, söhbət eləyərik. Çıxacaq da. Evdə Arsenal oynayır, easy. Hə, Easy, rahat. Bırak, bir keçən nə görürsüz? Keçən Arsenal zəif idi. Hə. İndiki Arsenaldan 1000 dəfə zəif idi. Məsələn, yox, keçən il Inter bu ilki Interdən güclü idi. Inter 2 unutmuşdu Inter Arsenal keçən. 1-0. 1-0 penalti. penalti. Penalti və Arsenal döyürdü də onları da. Yox, net pram döyürdü. Gol. Belə də tutmaz ad vurur. O birisi bundan da zəif. Səfərdə Borussia Dortmund. Borussia Dortmund öz meydanında Bodo Glimt'lə 2-2 oynayır. Bodo Sonra deməli Inter Bakı cırar. O da Bodo Glimt'də. Prosta məncə Borussia qardaşa yazığı gəldi ona görə. Prosta xəbər gəldi ki, qardaş orada su söhbəti var, yəni buzdu. Kalonkan söndür. Opsiya at, bax bura. Bilirsən, Bodo'nun ikinci golundan əvvəl yəni Kalonkan soyuq qoyur. Niyə? Inter Liverpool nə deyə bilərəm? Interin 2 momenti yadımda qaldı. Bir dənə Lautaro kəlləli idi, səhv eləmirəmsə, Alisson çıxartdı birinci hissədə. Bir də Van Dijk'ın əli. Yo, Salahı da qeyd etməliyik ki, Salah sağ olsun meydana çıxmadı. Heç buraxan da yox idi. Sonra uje bütün söz söhbətləri. Inter penal var, məncə var idi Van Dijk'da. Kstati, Van Dijk'da Virts'da. Yox, Van Dijk'da bir vurdu. Ya, Inter əl var. Orada bitişik deyildi o qədər də. Nə bilim, indi hərənin öz fikri var. Məncə daha strukturlu Inter oynadı. Inter qələbəyə layiq idi. Inter heç nə qələbəyə layiq deyil. Liverpool ondan. Əgər birinci tayımı deyirsənsə, ikinci taym Inter çıxmamışdı. Razvalkada qaldı. Yadında idi Bavariya Arsenal qarşı çıxmadı. Inter lazımdır brat. Birinci tayını 1-0 əla. Onu da eləyənmədi axı. Eləyə bilmədi. Bir dənə zərbə. Özü bir dəqiqə. Birinci tayımın əvvəlində də 1-2 dəfə qəşəng moment tutuzdurdu Liverpool. Zommer çıxartdı. Nə əcəbsə Zommer'i salmamışdı, nə? Salmışdı, çıxal verdi. Yazdı, penaldan buraxdı. Amma ki 80 neçənci? Kstati, penalti. Penalti. Məncə yəni normal. Verilməli. Prosta burada Bastonya bir dənə sual, bir dənə aşağıdan subtitr yandır, xahiş edirəm, sənə söz deyəcəm. Elə bir dənə bilmirəm. Tərcümə sinkron. Sən o bədbəxt balacan parmezane. Verici sualıma cavab ver. Bastoni, la carbone, patkati, la carbone. Mayka tutma. İtalyanca taxtun parmezani deməkdir. Yəni biləsiz. Yox, zarafatsız da, yəni çox mənasız. Belə bir şey deyim, var gələnlər futbola, mən bir şey fikir vermişəm ki, istəyəndə hansısa foula penalti verirlər, istəməyəndə vermirlər. Hər həftə normal bir şeydir. Kontakt var idi, bəli var idi. Hər bu kontaktda penalti verilib, xeyr. Razıyam. Məsələ ondan ibarətdir ki, qaydalarda məsləhət formasında yazılıb. Çünki biz sən məsləhət görürük ki, mən ancaq sənə məsləhət edə bilərəm. Məsələn, sən məsləhət çünki oyun vaxtı elə bir situasiya ola bilər ki, elə arqument olar ki, nəzərə almalısan bunu. Ona görə də normal bir şeydir. Ehtimallarımız da mən 1-1 dedim Liverpool uduzmayacaq. 1-3 mən dedim. Uduzmayacaq. Yox, mən vəbşə dedim uduzmayacaq. 1-1 uduzmayacaq. Qələbəsinə demişdim mən demişdim. Inter 1-0-da. Nə demişdin? Sən bir də futbola baxma. 1-0 dedim də qaçdı. Onlar gələn oyun Inter hansı komanda ilə oynasa o şeydir. Müzakirə oynayır da. Müzakirə edim. O nə müzakirə orta blokdur. Arsenal easy won. Hoppa, xoşum gəlir. Hədə burada yəni rahat. Gələn verilişdə Arsenal formasında mən. Qara günlərimizə, sənin köynəyin kimi qara həyatımıza, sənin köynəyin kimi məndə biraz nəsə açıqlıdır. Real Madrid, Manchester City. Əvvəlcədən deyim ki, vaxt var idi mən sizi də başa düşürdüm əvvəl uzurduq kimi. Dünən mən komanda ilə fəxr elədim. Mən də. Açığı mən neqativ bir şey kimi deməliyəm, amma pozitivdir həqiqətən. Çünki birinci qolda bir dənə ondan başlayım ki, qol sayılmamalıdır. Kurtanın əlindən tutub dartırdılar. Asensio'da penal yox idi o heç. Amma ki
Real, mən Realdan belə can fəşanlıq deyirlər, belə can yandırma Vinicius'la Rodrigo'dan gözləmirdim. Can əti deyirlər. Rodrigo da City-ni görəndə elə bir Zubastik Ronaldo olur da, başa düşdüm. Qaram cırdı ki, özün nə olursa olsun 2022-ni yada salacağam mən. Hə. Sadəcə məsələ ondan ibarətdir ki, mən Elvinin məsələsinə dəstək olaraq o hakimliyi haqqında danışmaq istəyirəm. Clement Turpin gördüyüm ən savadlı həqiqətən hakimlərdən biridir. Nə İndiki zamanda hə. İndiki zamanda hə. Çünki boş-boşuna oyunu saxlatdırmır, boş-boşuna Ləzzət sahə edir, vermir. çox ləzzət Başqası bəlkə də döyən ki, oyunu qırmızı verərdi. Yəni də No, Sertan məşqçi deyirəm, hakim olsaydı qırmızı 3 dənə idi. sadəcə mən başa düşmədiyim odur ki, eyni epizoda görə niyə City penalti verdi? 5 dəqiqə sonra Real Hansı? City-nin qapısına penalti Hansı? vermədi. Asensio deyirsən? Asensio penal yox idi, özü ilişdirdi Guardiola. Tamam, belə daxil. Yox, Necə dar? On Agar ayağın arxa bir dənə bavi, ayağın qalxıb bu ilişəndə tutdu, yıxdı ikisini bir yerdə. 11 van Amivos batmılsa. Поэтому Hə, Game özü ilişib də ona. Hə, də belə xətrinə dəyib. 11 Qərbə batmılsa. mən sənə inanıram. Sən Ya тебе даже покажу. Clement Turpinli heç bir pretenziyam yox. Ürəksən, Türpən. Ya da Yəni yəni pretenziyam ona deyildi. Pretenziyam var otağına idi. Çünki biz də onu çağırdılar. Var otağa çağırdı. İkinci dəfə çağırmadı. Mən pretenziyam Clement Turpinə deyiləm. Var otağına mənim çox həmişə bir suallarım olub ki, çünki sən Konstantino siz nə çəkirsiniz orada da? Siz bax ki, nə ilə sən dediyin momentlər olur da. Var otağa oturur, elə qəşəng Red Bull, Mad Bull zat yeyib içmək zat və 2 dənə moment olur. Mən də istəyirəm. Hətta işdəysə reklam. Mən də elə var otağına Və 2 dənə moment olur. Birində kimisə vurub yıxırlar. Qaş gəl bir dənə bax orada penal var idi. İkincisini yıxırlar. Dünən gördün də Qarabağ oynayırdı. Ha bir baxın da Stadiondan bir dənə keçən qız uyudu. Orada ölür ekran gəlir. Kimsə əli ilə voleybol zad oynayır. Ona bax, orada gör ki. 0.55 400 Biz il. nəyisə görə hakimlik haqqında çox danışdıq. Amma hakimlik bir Amma şey yox ki, idi, nə mənada? Yox, Yox. Turpenlik heç yox idi. Yəni Real Varlıq, qələbəyə varlıq. layiq deyildi, amma Varlıq. heç şey layiq. Heç-heçəyə layiq idi. Mən Resus dünən bir çatmır. dənə söz dedim ki, City o City deyil. Bir il ki, keçən il istisna halı götürsək belə qoysaq qırağa, yenə də deyirəm. O köhnə City bu Realı xışlamışdı da. Village olub o City. Şəhərlikdən çıxıb, kənd olub. Manchester Village. 5 nolda tutmuşdu. Rahat. Kurt birinci golda Kurtan səhvi. Kurt özü ki mənim səhvim idi. Komanda yəni. Amma ki Kurta özü Kaxaskiyə oxşatma Amma ki orada. yazıq neynəsə top gəldi, on prosta vurdu. Realda cərimə və ümumiyyətlə küçdə zərbərlərə qarşı vəziyyət acınacaqdı. Vinicius bir dəqiqə tuturdu Liverpool oyununda. Dünən də Arda Güler falan Arda Güler Holmes tutur yəni. Orada Sən- fərqi yoxdur. Kim kimi tuturdu qardaşım? Orada Arda Güler ancaq nömrəsini alıb tuta bilərdi. Başqa cür heç cür tuta bilməzdi də o Hollanda da. Holland belə baxır gedir. Sən Holland kimsən? 3 dəfə atıb 4 dəfə tutar da yəni Arda Güler. Bilmirəm niyə görə. Amma ki Vinicius'un oyundan əvvəl Alonso'nun tərəfini tutmağı, Rodrigo gol vurub Alonso'nun bir sevməyə görsək ki, O deməkdir ki, bunlar aferistdir. oyunçular indi bəlkə də danq elib başını dəyib ki, bəs bu komandaya kömək. Onu da nəyə görə strukturdan Real ayrıldı və başladı yenidə xaos oynamağa. O da nəyə görə ki, Zidane deyə bunlara şapalaqlamasın. Zidane buna oturub elə fikirləşdi öz aralarında ki, Zidane gəlib bizi burada çapacaq. Lütfü bunu oxuyaq. Dəstəkləyək Aa, deyə. yox, Zidana pul veriblər. Gəl pulsuz oyna bax. Biraz da ona tırka veriblər. Öz o Viploja dedi. Viploja da oturdu. Yo Alonso da orada biraz jım oyda. Bu gəlib bu. Almanyada xəbər paylaşıldı dünən. Zidane yoldaşını Viplo. Zidane harda oturmalıdır? Zidane şeydə oturmalıdır, 12-ci sırada oturmalıdır. 12-ci sektor 3 bilet Zidane yazır da. Santiago Bernabéu adına dövlət stadionu qabağında gözləyir ki, qaqa bir dənə varsa mənim bilet sat. Pristav hardasa 4-3-ün yəni şeylərində yazır ki, 3 dənə bilet var Real maçına. Özə bizə harda gəlir, o Pavarotda yerlər Ay, olur, say. непонятные. 4 dənə bulkimiz də varsa bizə alırdı. Hansı Oyuncular Pavarot? məncə özləri başa düşdü ki, Alonso-nu indi hardasa nə qədər desək ki, bu pressa nəyisə naqitasiya eləyir və s. Amma bir komanda doğrudan da Alonso'ya qarşı nəsə belə pis şeylər eləyir. Bir oynamırdı, Bellingham'dı, Vinicius'un o hərəkət. Onlar başa düşür ki, onu bu elədikləri Zidane qarşı eləyə bilməyəcəklər. 100%. Zidane o məşqçidir ki, Ronaldo zamena oturtdurub, 100 milyonluq Bale zamena oturtdurub. Benzema'nın pulu oturtdurub, tavanı Yox, oturtdurub. Benzema oynadırdı. O nəsə bir dənə Benzema Benzema oğluydu onun. Lucas Vazquez-la O Perez'in Asensio oğluydu, davam edir. Lucas Vazquez Asensio ilə
PSG-yə qarşı Parkda Fransada nəsə orada çıxıb oynayıblar. Parkda oynayıblar. Demək istəyirəm Parkda ki, Fransa Zidane çox başqa böyük bir olaraq parkda qüvvədir və disiplin böyük bir disiplin tələb edəcəkdir. Ona elə amma ki, mən Alonsonu bu dəqiqə məsələn istəməzdim çıxartsınlar. Mən də istəmirəm çünki həqiqətən əlində tam olaraq o material yoxdur. Mbappé çatışmırdı. Dünən 100%. Çünki son 30 dəqiqədə təzyiq göstərdilər. Mən bu təzyiqi çox bəyəndim. Sadəcə yenə də vuran ayaq olmayanda biraz qabağında City yox, başqa bir klub olsaydı. Məsələn Juventus. Hə, Juventus. Yəni hardasa Mbappé tuta bilərdi, amma bu qabağında normal, yəni güclü klub. Amma yenə də mən sizə deyirdim xoşunuza gəlmir. 9 nömrə yox deyirsiniz də. Понятно yoxdur. Yox, siz elə Mbappé var da. Mbappé vuran ayağı var da. Olsun 9 nömrə olmaq başqa, bax Nərman kimi. O 7 nömrədir. Mən hardasa səndən razı olardım. Üzr istəyirəm. Əgər komanda dünən asma ötürmələri çox eləsəydi, deyərdi ki 9 nömrə çatışmır. Eləyə bilmirlər də adam Komanda yoxdur. yerlə oynayır. 7 oyundan sonra başa düşdülər ki, asma mənası yox. Yox, Gonzalo da oynayırdı, Endrick də oynayırdı. Komanda yerlə hücum edirdi. Endrick bəs. Komanda yerlə hücum eləyirdi və onun o pressingi, hər şeydə yerdən qurulurdu. Yəni orada həqiqətən o yerlə vura biləcək Mbappé çatmadı. Nəysə, hər halda hər iki komanda yəni liderlər qrupundadır. City 13 xal var, Real 12 xal var. Real maşallah bundan sonra Monaco ilə oynayır. Ondan sonra da Orada da bilinmir necə olacaq. Benfica özündə. Yox, Benfica səfər. Hə, Monaco özündə Benfica səfərdə. Benfica adam olub bax. İndi heç nə olmaz, bizlə təzən heyət. Sizin ehtimallarınız nə idi? Mən 1-3. Mən dedim qəşəng şotdur belə. 2-2 3-3 demişdim. 1-1 demişdim. Yəni də 2-2-də bir tərəfə Bir üstə kimi qulaq asmaq lazımdır da. O Holland o təkbətəyə vırsaydı bir üst gəlmişdi, sənin başına dəydi. Hollandın qoluna sevinirdik. O penal verilməsə də 1-1 idi. Ona görə mənə də qulaq asa bilərsiniz. Biz bu arqumentsaydı 1-0 idi. 2-1-də nəsə moment olub, 2-2-yə mən də bir söz deyim. Hə, penalti vermədilər. Penalti vermədilər, Yox, Bellingham başda. Oyda Bellingham nə doğrudan olar. Nəysə. Yazımsan da Holland. Maşındır da bu adam. Siz isə öz fikirlərinizi yazın. 6-cı tur yekunlaşdı. Biz Çempionlar Liqasının müzakirəsinə qalacağıq harası 1 ay sonra təxmin olaraq. Yox, gələn həftə ümumi 6 turu. Neçənci tur idi bu? Gələn həftə biz hətta ehtimallarımızı deyəcəyik ki, biz 8-də kimi görürük və Qarabağın Qalatasaraya şansı varmı top 24-yə düşmək. Ona görə də bizi izləyin, şərhlərdə fikirlərinizi yazın və bizim orada sosial şəbəkələrimiz var. Gəlin orada zəhmət olmasa abunə olun. Eşq olsun. Çox sağ olun.